xalqımızın milli, tarixi bayramı olan Novruz bayramı Qubada böyük ruh yüksəkliyi ilə qeyd edilir. Novruz bayramı münasibəti ilə Quba rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami adına Mədəniyyət və İstirahət Parkında ümumrayon tədbiri keçirilib. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayon İcra Hakimiyyətinin kollektivi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri və qazilər, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Bir daha bu fürsətdən istifadə edərək bizim rayonumuzun bütün əhalisini, rayon İcra Hakimiyyətinin başçısı İlqar müəllim Mahmudov adından, İcra Hakimiyyətinin bütün kollektivi adından ürəkdən təbrik edirik. Xalqımıza, bizim gözəl Qubamıza belə bayramlar yaraşır. Qoy həmişə belə bayramlar xalqımıza qismət olsun. Bayramlarımız mübarək. Tədbir Bahar qızı və Dədə Qorqudun Novruz təbriklərini çatdırması ilə başlayıb. Daha sonra Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyatı şəxslərlə birlikdə parkın ərazisində rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən təşkil edilmiş bayram güşələrinə baxış keçirilib. Novruz bayramının rəmzi tonqalını alovlandırıb. Nə qədər Qarabağ işğalda idi, bayramı ürəklə keçirtmirdilər. Ancaq artıq Azərbaycan torpaqları, Qarabağ torpağı tam azad olundu. Bizim gənclərimizin, şəhidlərimizin ruhu şad olsun. Qazilərimizə Allah şəfa versin, veteranlarımıza can sağlığı versin. Onların sayəsində, Ali Başkomandanın sayəsində Azərbaycan torpağı tam işğaldan, Azərbaycan bütün torpağı tam işğaldan azad olundu. Bu gün ən şərəfli gündür, həm də ən gözəl gündür ki, bayramımızı açıq, üzdə açıq qəlblə bayram edirik. Elimizə, xalqımıza bu bayramda xoş günlər arzulayıram. Heç yerdə müharibə olmasın. Novruz Ümumxalq Bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir güşəsində qeyd olunur. Ulu Tanrıya, kainatın zamana və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanması, Azərbaycan xalqının öz tarixi, mədəni keçmişinə yüksək ehtiramını və milli mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Mən fürsətdən istifadə edib bütün Azərbaycan xalqını, Azərbaycandan kənarda olan bütün Azərbaycanlıları bu gözəl iki bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Onları can sağlığı arzulayıram. Qoy bizim Azərbaycanımızın səması həmişə təmiz olsun. Qoy bütün dünyada sülh olsun, əmin-amanlıq olsun. Bu bayramlar özləri sülh rəmzidir, xalqların bir-birinə qovuşduğu bir bayramdır. Novruz bayramına həsr olunmuş konsert proqramında yerli müğənnilər tərəfindən mahnılar ifa olunub. Müxtəlif rəqs nümunələr nümayiş etdirilib, şeirlər səsləndirilib. Eyni zamanda tədbirdə rayondan olan idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları nümayiş olunub. Nüşabə Baxşıyeva, Çingiz Qədimov, xüsusi olaraq Denas TV üçün.